Nükleotidin sxeminə əsasən nuklein turşularının tərkibinə daxil olan monomerlərdəki A növ müxtəlifliyini, yəni A-nın növ müxtəlifliyini soruşur bizdə və B-nin növ müxtəlifliyinin sayı arasında fərqi tapmağımızı istəyir. A nədir? Birinci bunu tapaq. Nuklein turşularının deyirsə, artıq biz burada həm DNT, həm RNT-ni götürürük. A-nın növ müxtəlifliyi adenindir, guanindir, sitozindir, timindir və RNT də dediyi üçün nuklein turşularının deyil. Biz urasildə götürürük. Oldu 5 növ. B bilirik ki, pentoz adı monosaxaridli karbohidratımızdır. Bir riboza olur. Riboza. Bir de olur dezoksiriboza. 2 növ. Bizdən A'nın növ müxtəlifliyi B-dən fərqini soruşur. Tamam. Deməli 5 çıxaq 2. Bərabərdir. 3 olaraq düzgün göstəriləcəkdir.